Salam. Bu videoda riyazi analizdən maraqlı bir limiti hesablayacağıq. Bu sualı dostum Rahim Şahbazov paylaşmışdı Facebook səhifəsində. Ona həll yazmışdım. Bir xeyli müddət bundan əvvəl dedim videosunu da çəkim. Maraqlı sualdır. Deməli, belə bir limit x sıfıra yaxınlaşanda n1-ci dərəcədən 1 plus a1x vursun n2-ci dərəcədən 1 plus a2x və s. n-k dərəcədən 1 plus akx minus 1 böl x. X sıfıra yaxınlaşanda bu limiti hesaplamaq lazımdır. n1, n2, n-klar verilmiş natural ədədlərdir. a1, a2, a-klar da verilmiş həqiqi ədədlərdir. Bu limiti yəni baxan kimi L'Hopital tətbiq eləmək istəyir adam, amma L'Hopital tətbiq eləyəndə surətin törəməsi biraz qarışıq olacaq. Ona görə L'Hopital'la eləməyəcəyik. Ondan yəqin ki, heç alınmazdı. Başqa bir yolla bu limiti hesablayacağıq. Bunun üçün bəzi görkəmli limitlərdən istifadə edəcəyik. Görkəmli limitlərdən bu limit lazım olacaq bizə. Limit x sıfıra yaxınlaşanda 1 plus x üstündə 1 bölü x y'dir. Bu limitdən asanlıqla bu alınır. Bu limit alınır. Əslində biz ikincidən istifadə edəcəyik, amma birdən alınır o. ln 1 plus x böl x x sıfıra yaxınlaşanda bu limit bizə 1 verir. O əslində çox asan alınır. Bu 1 bölü x buradadır. Bunu ln 1 plus x üstü 1 bölü x yazırıq və x sıfıra gedəndə bu isə y olacaq deyə ln y o da 1 olur. Yəni, bu limit alınır və təbii ki bu da doğrudur. Limit x sıfıra yaxınlaşanda ln 1 plus kx bölünsün x, bu da bizə k verəcək. Aydın məsələdir. Bu limit bizə k verəcək. O da təbii asan isbat olunur. 1 plus kx bölü kx vur k yazarıq. Bu limit 1 olduğuna görə bu k'ya yaxınlaşacaq. Aydın məsələdir. Bu limitlər bizə lazım olacaq. İndi biz o ifadəyə, surətdəki ifadəyə bir fx deyək. O surətdəki ifadəni bir təkrar buraya yazacağım. Yəni, bu ifadə bərabər bir fx olsun. Onda fx plus 1 nə olar? Təkrar yazaq buraya o ifadəni. Belə bir ifadə olar. Bu ifadənin hər iki tərəfindən ln alaq. Ln 1 plus fx bərabərdir. Ln hasili cəmə çevirir. Olacaq cəm. I dəyişir 1-dən k-ya qədər. Ln 1 plus ln n-i dərəcədən 1 plus a-i x olacaq. Bilirik ki, hasilin loqaritması loqaritmaların cəmi olur. Və burada biz bunu belə yazacağıq. Cəm i dəyişir 1-dən k-ya qədər. Burada olacaq 1 plus a-i x üstündə 1 bölək n-i olacaq. Ln-i yazmadıq. Ln yazılmadı. Deməli, ln 1 plus a-i x üstündə 1 bölək n-i olacaq. Bu bərabərdir. O n-i qabağa çıxacaq. Belə bir şey olacaq. Cəm i dəyişir 1-dən k-ya qədər 1 böl n-i vurulsun ln 1 plus a-i x olur. Belə bir ifadə alındı. Loqaritmanın xassələrindən. Yəni, nə əldə eləmiş olduq?
ln 1 plus fx beraberdir. Cem i değişir 1'den k'ya kadar 1 böl n'i vurulsun ln 1 plus ai x. İndi biz neyi hesaplamak istəyirdik? Fx bölü x hesaplamak istəyirik. Göründüyü kimi sürətdəki ifadəyə mən fx demişəm. Bu limiti hesaplamak istəyirik. Limit x yaxınlaşır sıfıra. Fx bölünsün x hesaplamak istəyirik. Bu nəyə bərabərdir? Limit burada belə bir gediş eləyəcəyik. Deməli bunu belə yazacağım. Fx bölünsün ln 1 plus fx. Buna vurup bölüp hem de vururam. Ln 1 plus fx bölünsün x. Böyle bir limit olur. Hem vurdum hem de böldüm. Beraberdir. İndi limit x sıfıra yakınlaşanda burada fx bölünsün ln 1 plus fx vurulsun. Burada ne olur? Burada ln 1 plus fx'in ifadesi var. Yerine yazacağım. Cem i değişir 1'den k'ya kadar olacak 1 bölək n'i ve bu x cəmləmə indeksten as olmadığından o içeri daxil eləyə bilirik onu. 1 plus fx 1 plus ai x böl x olacak. Burada yəqin ki aydın oldu. Ln 1 plus fx bak karşısına ulduz koyuram. Ln 1 plus fx ifadesini yerine koydum. Ve onu x'a böldüm. X'a böləndə x'i x cəmləmə indeksinin asıl olmadığına görə cəmin içərisinə daxil edə bilirik. İndi baxaq, görək artıq bu limit hesaplanacaq. Bərabərdir. Fx bölünsün ln 1 plus fx ne verir? X sıfıra gedəndə burada x sıfıra gittiği zaman burada kırmızıyla yazırım onu. X sıfıra gittiği zaman fx'in limiti ne olur? Sıfır olur. Hamısı 1, 1, 1 olacak. 1 çık 1, 0 olacak. İndi fx'in limiti sıfırdırsa buradaki görkemli limit 2'ye baxırıq. Bakın ln 1 plus x bölünsün x'in limiti 1'dir. Bu limit 1'dir. Ve limit fx de x sıfıra gedəndə sıfırdır. O zaman bu limit de mürekkep fonksiyonun limiti teoremine göre bu limitin de 1 olduğunu diyebiliriz. Bu limit de 1'dir. Yani x sıfıra gedəndə fx sıfıra gedir. Bu limit 1 olacak. Tabii ki bunun tersi de 1 olacak. Yani beraberdir. Bu limit 1 olacak. Burada olacak cem i değişir 1'den k'ya kadar. Bu limit ne verecek bize? Sonlu sayıda burada fonksiya var. Cəmin limiti limitlər cəmidir. Bunların limiti bize a'lər verecektir. Buranın limiti a'dir. Yukarıda göstermişik. Onu 3-cüdə yazmışdım. X sıfıra gedəndə bunun limiti a'yı verir. Olacaq 1 böl n'i vurulsun a'lər. Limit belə bir şey oldu. Cəm i değişir 1'den k'ya kadar ai bölünsün n i oldu. Yani a'yı böl n'lərin cəmini belə bir şey oldu yani. A1 bölünsün n1 plus A2 bölünsün n2 vesaire AK bölünsün NK oldu cevabımız. Limitin cevabı bu oldu, hesapladık. Burada
köməkçi limitləri daxil edəndən sonra bu bir fx olsa hər tərəfindən fx plus 1 tapıb hər tərəfdən loqaritmiyandan sonra limitin cavabı alınır. Cavab cəm i dəyişir 1-dən k-ya qədər ai bölünsün n i oldu. Növbəti videoda görüşərik. Sağ olun.